Soyuq mövsüm başlayandan dəm qazı terroru xəbəri ilə sözün əsl mənasında yarışan digər bir xəbər yaşayış binaları və mənzillərdə baş verən yanğın hadisələridir. Binəqədi rayonu Ağasadıq Gərayբəyli küçəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxana tipli binada baş verən yanğın hadisəsi kimi. Bu yataqxananın 2-ci, 3-cü, 4-cü, 5-ci mərtəbələri eyvanlarında yanar konstruksiyalar yanıb və içərisində bir dənə otaq 16 kvadrat metr sayədə yanıb. Bütün fövqəladə qüvvələr sayı nəticəsində dediyim kimi bayaq da vurğuladım. 30 nəfər binada yaşayan sakinlər təxliyə olunub, 3 nəfər də xilas olunub. Hal-hazırda heç bir xəsarət alan yox. Yanğın söndürüldükdən sonra zərər çəkən bina sakinləri mənzillərinə daxil olaraq qismən məhv olmuş əşyalarını binadan çıxarmağa çalışıblar. Növbəti mərhələ zərər çəkən ailələrin müvəqqəti sığınacaqlara və ya alternativ yaşayış yerlərinə köçürülməsi istiqamətində görülən işlərdir. Qısa qapanmadan yandı. Çox şeyləri, çox evlərə zərər dəydi. Gəliblər, səhər-səhər nümayəndələr gəlmişdi, yanan əşyaları aldılar siyahıya, amma demədilər ki, harasa aparacaq, məskunlaşdıracaq, elə o haqda bir söz deyilmir. Hadisə baş verən binada yaşayan sakinlərin aqibəti ilə bağlı qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumdan bildirildi ki, yanğın zamanı yaşayış sahələrində yararsız hala düşmüş əşyaların siyahısı tərtib olunub və qiymətləndirilməsi məqsədi ilə Maliyyə Nazirliyinə müvafiq məktub göndərilib. Eyni zamanda yanğın nəticəsində zərər görmüş yaşayış sahələrinin qısa müddətdə təmirinə başlanılacaq. Hazırda zərər çəkmiş 13 ailə müvəqqəti olaraq qohum evlərində yerləşib. Dövlət Komitəsi həmin ailələrin vəziyyətini diqqət mərkəzində saxlayır. Baş verən çoxsaylı hadisələr fonunda yaranan növbəti açıq sual isə belədir. Yanğın nəticəsində yaşayış yeri istifadəyə yararsız hala düşmüş vətəndaşlar müvəqqəti yaşayış yeri ilə təmin olunurmu? Yanğın kütləvilik formada həyata keçirilirsə və yaxud da ki, bu bədbəxt hadisədirsə, məsələn, meşə yanğınları və s. bu halda dövlət tərəfindən həmin şəxslərə müəyyən bir düşərgə formasında və yaxud da ki, onların müvəqqəti olaraq yerləşdirilməsi məsələlərinə baxıla bilər. Amma ümumi qaydada zərər çəkmiş şəxs yalnız yanğına səbəb olmuş şəxslərdən dəymiş zərər tələb edə bilər. O cümlədən də əmlak əgər sığortalıdırsa, sığorta şirkətlərindən sığorta haqlarını tələb edə bilər. Yanğın baş verən yaşayış məntəqələrində mənzil yararsız hala düşdüyü zaman icra orqanlarının sonraki mərhələdə rolunu öyrənmək üçün müxtəlif ərazilər üzrə icra hakimiyyətlərinə müraciət etdik. Yasamal rayon icra hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, bu hallarda vətəndaşların yeni yaşayış yeri ilə təmin olunması məsələsi real deyil. Çünki belə məkanlar mövcud deyil. Ancaq bəzi hallarda zərər çəkənin kirayə haqqının ödənilməsi ilə kirayəyə çıxarılması təcrübəsi mövcuddur.